İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bu dəfə Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç baş tutub. 50 ailə, yəni 207 nəfər öz doğma yurduna köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Oğlum yoxdur, şəhidlərdən hərəsindən bir nöqtə boyda oğul payımmışam ki, oğulmaya bircə qarış torpaq alın, mən orada gedim ölüm. Bu günləri mən o vətənə qayıdıram. Əzlərimin məzarı ki, orada qaldı ha. Həmən gündən gecə də gündüz də atam məzarın 56 yaşı vardı. Allah əmanət elədi. Bugün atam məzar mən üçün yaşayır, ona dəyməyiblər. Bütün qəbirstanlığı düzdürlər, amma atam məzarına toxum. Düzü güzədə alıb, güllə zədəsi var. Amma atam məzarı sağdır. Bugünə şükürlər olsun.